Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 9 oktyabr 2025-ci ilin astroloji proqnozlarını söyləyəcəm. Bugün çox yaxşı gündür, çox səmərəli gündür. Demək olar ki, heç bir bürcə mənfi heç nə yoxdur. Bu bəzən məni sevindirir. Çünki insanlar daha çox ümid gözləyirlər. Biz də yalandan ümid verənlərdən deyilik. Sadəcə planetar quruluş, səyyarələrin konfigurasiyası nəyə göstərsə, mən də onu sizlərə çatdırıram. Biraz sözlərdə ola bilər, fərqli deyəm, amma informasiyanın özü necə çatır belədir. Amma bəzən görəndə ki, bu göstəricilər demək olar ki, bütün bürclərə müsbət nələrsə yönəldir. Onu da sevinirəm ki, bəli, insanlar rahat baxacaqlar. Yəni, bu günün mahiyyəti bundan ibarətdir. Və keçək proqnozlara, görək ayrı-ayrı zodiak işarələri üçün nələr gözlənilir. Ondan öncə də deyim ki, aylıq proqnozlarımız kanalımızda var. Tapa bilməyənlər bu bürcün, bu videonun son 20 saniyəsinə baxa bilərlər. Ayın 10-unda da verəcəm bunu, sonra da vermirəm. Ayın 10-una qədər hər bürcün son 20 saniyəsində linklər qoyuram. Həm oktyabr ayı necə gəlir videosu, həm də bürclərin oktyabr proqnozu. Yəni, tapa bilməyənlər rahat baxa bilərlər. Adətən oktyabrda çox baxılırdı aylıq proqnozlara. Bu il hələ ki, düzdür, hələ ay tamamlanmayıb, amma nəsə bu dəfə az baxılır. Halbuki ən vacib proqnozlar orada özünü ehtiva edir. Keçək proqnozlara. Qoç bürcü. Əsas diqqətinizi maliyyə məsələlərinə yönəldin. Yaxşı bilirsiniz ki, qlobal işləriniz pulsuz keçmir. Bu səbəbdən də kiməsə borc vermək fikrinə düşməyin. Ulduzlar başqalarının şəxsi işlərinə müdaxilə etməyinizin də əleyhinədir. Bəzən müdaxilə burada pis mənada da getməyə bilər, amma bəzən nə isə düzəltmək istəyirik. Görək hələ o insan özü onu istəyir ya yox. İstəmədən eləyəndə bu da əslində energetikanı pozur, bu da zərər verə bilər. Bəzən yaxşı məqsədlə yanaşırıq, amma işi daha da körlüyürük. O deyir, atalar ona görə deyir, qaş düzəldən yerdə vurub gözü çıxardırıq. Ona görə bugün planetar quruluş sizdən tələb edir ki, bu olmasın. Boğa bürcü. Kifayət qədər təzadlı ərəfədir. Hər addımı ölçüb biçməyə çalışın. Mövqeyinizə zid hərəkətlərə yol verməyin. Qərbə də olsa astroloji göstəricilər saat 14-dən etibarən, yəni günorta saat 2-dən etibarən kiməsə güzəştə getməyə məsləhət görmür. Bunları eləsəz gündən məmnun qalacaqsınız. Əkizlər bürcü. Bütün işlərinizin qaydasında gedəcəyini bildirən göy qübbəsi kiməsə yalan vəd verməyinizin əleyhinədir. Odur ki, bacarmadığınız işin qulpundan yapışmamalısınız. Bugün dostlara, uzun bir yol qət elədiyiniz insanlara güvənin. Xərçəng bürcü. Günün ümumi mənzərəsi ürəyinizcə olacaq. Daxili süslüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz artıq arxada qalacaq. Girişdə dedim zaten bu barədə. Ətrafınızdakı dost tanışlar isə qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə sizə yardımcı olacaqlar. Şir bürcü. Əgər bu təqvimdən zövq alıb rahatlanmaq istəyirsinizsə, mütləq məkan dəyişikliyi eləyin. İndi baxır sizin imkanlara. Səfərə də çıxmaq olar, fərqli yerdə, fərqli adamlarla görüşmək də olar. Amma məkan, yəni ev, iş məsələsi olmasın da, fərqli bir yerdə olun. Görüşdüsə işdə görüşməyin, kənarda bir fərqli yerdə görüşün. Bu, yəni auranızın dəyişməsinə müsbətə doğru təsir eləyəcək. Həm də bununla siz stres və mənəvi ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra bilərsiniz. Ailə sevgi məsələlərində də xırdaçılığa yer verməyin. Qız bürcü. Qarşınızda kifayət qədər mistik, müəmmalı bir gün durur. Ola bilsin ki, anlaşılmaz hadisələrlə rastlaşasın. Yəni, anlamayasınız ki, bu niyə belə oldu, bu nədən, bunun anlamı nədir, mənası nədir. Əgər bunun qarşısını almaq istəyirsinizsə, dua və ibadətlərinizin, müqəddəs yerlərə ziyarətlərinizin sayını artırın. Yəni, bütün düşüncənizi müsbətə doğru yönəldin. Bu günlərdə Rafiq Cəllayevlə bir müsahibəmiz oldu, ruhumuzun şəfası verilişində. Bax, o verilişə mütləq baxın. Orada görəcəksiniz, bu müəmmaların, bu sualların cavabı hamısı orada özünü göstərir. Tərəzi bürcü. Bugün iç rahatlığınızın təmin olunması üçün sanki zaman xeyrinizə işləyəcək.
Çünki saat 12-dən etibarən maraqlı gəzintilər, əsrarəngiz istirahət və münasibətlərdə müsbət dönüş yolunuzu gözləyir. Bu üçündən heç olmasa birini imkan daxilində reallaşdırmağa çalışın. Əqrəb bürcü. Bəri başdan bilməlisiniz ki, gün ərzində enerji sərf etdiyiniz istənilən sahədə uğurlar sizi tərk etməyəcək. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq. Səfərləri isə təxirə salın. Oxatan bürcü. Özünüzü gərginliyə salmayın. Uzun-uzadı kiməsə nəysə izah etmək enerji itkinizdən savayı bir iş deyil. Əgər bu kimi lüzumsuz işlərlə məşğul olmasanız, ixtiyarınızda olan gündən zövq alacaqsınız. Girişə də zəhmət olmasa, baxın, indi bəziləriniz birbaşa yığıb oxatana qulaq asırsınız. Girişdə günün ümumi mahiyyətini açmışam. Həmişə çalışın girişdəki o 1 dəqiqə, 2 dəqiqəlik çıxışı dinləyəsiniz. Oğlaq bürcü. Bütün vacib işlərinizi saat 11-14 arası tamamlamağa çalışın. Yəni 11-dən 2-yə qədər, günortaya qədər tamamlamağa çalışın. Əmin olun ki, həmin qısa vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Elə bil həmin saatlarda o 2 saatda, 3 saatda belə deyək, dağlar qədər enerji olacaq sizdə. Ona görə düşünməyin ki, 3 saata çatdırmaram. O sonraki vaxtlarda isə, yaxud 11-dən əvvəlki vaxtlarda isə neytrallığa çəkilsəniz yaxşıdır. Çünki riskli və yeni, sizə bələd olmayan işlərlə məşğulluq zərərli ola bilər kimi bir göstəriş var. Su tökən bürcü. Ehtiyatlı olun. İlk növbədə səhhətinizlə bağlı ehtiyatda olun. Əslində günün özü girişdə də dediyim kimi çox müsbətdir. Yəni belə deyək ki, hara əl açsanız yaxşı olacaq. Amma bu səhhət elə bir şeydir ki, insan xəstələnir. Adi qrip olanda da, səhhət deyəndə ağır xəstəlikdən danışmırıq biz. Bəzən əsəb də xəstəlik kimi göstərir, yuxusuzluq da, halsızlıq da. Yəni səhhətlə bağlı özünüzü gümrah hiss eləsəniz, zaten bir gün öncə paylaşırıq bunu, oradan yəqin ki, nəticə çıxara bilərsiniz. Gümrah olsanız, gün ərzində zaman tamamilə xeyrinizi işləyəcək. Xüsusən də 12-dən 4-ə qədər, yəni 12-16 arası qızıl dövrünüz olacaq. Amma səhhət aşağı olanda insanın enerjisi tükənir, müqavimət gücü azalır, immunitet aşağı düşür. O işlər də əlindən çıxır, sonra deyir şansım gətirmədi. Amma bir gün qabaqdan deyirəm ki, əsas sağlamlığınızı, enerjinizi qoruyasınız. Bugün həm də səfərləri, istənilən səfəri də təxirə salmaq yaxşı olar. Balıqlar bürcü, iki təzad arasında qalmış kimisiniz. Yəni, ya deyir, o tərəfə keç, ya bu tərəfə. Bəzən deyirlər, nə ətdir, nə balıq. Ona görə, bax, sizdə də bugün belə bir durumdur. Yəni, konkret seçim eləmək lazım. Ümumiyyətlə, udan insan, hətta uduzan da seçimindən asılıdır. Siz də düşünürəm ki, bugün sanki oktyabrın tarixi bir günü kimi seçimi doğru edəcəksiniz, belə düşünürəm. Çünki çəkdiyiniz əziyyətlərin hədər getməsinə yol verməməlisiniz. Amma bugün inanmadığınız istiqamətdən yaranmış boşluğu dolduranlar da tapılacaq. Görürsünüz, kömək də gəlir hətta. Belə. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq proqnozumuzu izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.